Değerli iki seyyah izleyenler, hava şəraitinin nə formada olmağından asılı olmayaraq bugün sizi Azərbaycanın gözəl bölgələrindən olan Qusar rayonundan salamlayırıq. Deməli, yolumuz Anıq kəndinədir. Keçmişin bütün qalıqlarını özü də əks etdirən Anıq kəndinədir yolumuz. Çalışacağıq ki, bütün gözəl yerləri, maraqlı yerləri sizə göstərək. Hava şəraitinə qədər çətin olsa da, yəni bu dəqiqə 9 dərəcə istilik var, cəmi burada hava soyuqdur. Amma bacardığımız qədər yaxşı yerləri sizə göstərməyə çalışacağıq. Gündən günə gözəlləşir şəhərim, varlığınla qürur duyur ürəyim, varlığınla qürur duyur ürəyim. Əgər uzaq olsa mənim səfər. Deməli vəfalı, bu rayon haqqında qısa bir hava şəraitindən bağlı tez getmək lazımdır. Bəli, tez. Salam əziz iki səyyah izləyiciləri, iki səyyah yenə yollarda. Deməli gəlib Qusar rayonundan çıxmışıq. Bu təbiət, ana təbiət həmişə füsunkar, gözəl olduğu kimi hərdən bir belə şıltaqlıqları da olur. Qusar bizi belə yağışla qarşıladı, dumanla qarşıladı. Amma bu bizim qarşımızı ala bilməz. İnşallah maraqlı kadrlarımız olacaq. İzləmədə qalın. Qusar şəhərim, qəlbə fərəhim, Qusar şəhərim. Əziz iki səyyah izləyiciləri, biz hava soyuq olduğuna görə istədik ki, biz çay içək. Özümüzdə təndirdə bişən şirin qoğalı almışıq. Buradan. Bu təndirdə hazırlanır təbii şəkildə Qusar rayonunda. İndi gedib çayımızı nuş eləyəcək, daha sonra gedəcək Anıq kəndinə. Değerli iki seyyah izleyenler, deməli biz Qusar rayonuna gəlib bazarı çəkməsi bu mümkünsüz bir şeydir. Özünüz bilirsiniz ki, mən bütün rayonlara gedəndə bazarları gəzirəm. Ki görüm harda nə var. İndi sizə Qusar rayonundan göstərəcəm ki, görüm burada qiymətlər nə formadadır, hansı mallar var, maraqlı nə var, onun hamısı iki seyyah sizə göstərəcək. Salam aleyküm. Bazar olsun bibi. Ne satıyorsunuz burada? Ne satıyorsunuz? Heh. Pendir, Ne pendirlerdi bibi burada? pendirler her biri. Bibi tadına bakmak olur bunun. Olur. Neçə versən kilosu? Kilosu 10 manata var, 8 manata var, 7 manata var, 6 manata. Özünüz düzəldirsiniz bunu. Ha. Bu nədir bəs? Bu varoktur. Bu saat var oku. Ləzgilərə xas pendir deyirlər, o hansıdır? Bu pendir bizde olacak. Nədir onun adı? Ne haşhaşlı şörbeli. Xaçxaçlı şor deyirlər adına. İndi yoxdur hal-hazırda sizdə onunla. Yok bizde olmayacak. Kişi səyyah izləyiciləri, Qusar rayonunun mərkəzi bazarındayıq. Burada gördüyünüz kimi çeşidlər var. Paxlalı, dənli bitkilərin satışı ilə məşğuldular. İndi bunların adların, qiymətlərini soruşacaq. Salam, bazar olsun. Bunların adı, qiymətləri, bu nədir məsəl üçün? Onun adı Məkkə gülüdür. Elədir. Onun adı Məkkə gülü. Məkkə gülü. Məkkə gülü. Bəli, bəli. O nəyə xeyirdir, nə üçündür? Onu çox vaxt çaya atıb içirlər. Yəni ki, necə deyim, belə əsəbləri sakitləşdirmək üçün belə də az miqdarda atırlar. Ha, əsəbləri saçları. Neçədir o? O 28 manatadır, onun 20 manatlığı da var. 20 manat. Aha. Bəs bu nədir belə? O davan daşıdır. O davan. Bəs bunlar? Tumlardır. Bu Bu məsəl üçün bu petruşka tumudur. ha, toxumudur yəni. Toxumudur bəli, Aha. bəli. Bu kişniş toxumudur. Sonra o vəzəlidir. O birisi rediskadır. Yəni ispanaqdır. Axır cürbəcürdür də yəni ki. Bax, bunlar da Hamısı demək olar ki, tumdur. neçədir onlar? Onların elə bil ki, stəkanı 1 manatadır belə. Stəkanı bir. Stəkanı 1 manat, amma belə yəni çox alana kilona da vermək olar yəni. Bəli. Oldu. Çox sağ olun, bazar olsun. Sağ olun, çox sağ olun. Sağ olun. Yo, bu vaxtı ötübə bunu körpə olub doğrayıb bişirirlər. Yəqin bunlar elə olur. Sizdə belə bəş bişirirlər. Belə deyil, camilə deyil. Hə, siz bunun tumun bişirirsiniz. Hə. Amma bunun özünü də bişirirlər, doğrayıb. Elə də olur, eləmi? Nəğməm ilə bir də keçim öz diyarımdan. Bal və
değerli izləyənlər. Bugün Qusar rayonu Hil kəndindəyik. Maraqlı faktla qarşılaşdıq burada biz. Qusar rayonu Hil kəndində yerləşən bu məscid Qusar rayonu Kipil kənd məscidi ikinci Tac Mahal adlandırılır. Deməli Hindistanda olan Tac Mahala bəzədiyi üçün buranın kənd cəmiyyəti Tac Mahal adlandırılır. Değerli səyyah izleyenler, iki səyyah Qusar rayonu Hil kəndindədir. Deməli təsadüfən kənd toyuna gəlib çıxmışıq. Ləzgilərin toy adət ənənəsini bacardığımız qədər sizə göstərməyə çalışacağıq. Allah bütün subaylara qismət eləsin. Deməli toy Qusar rayonunda saat 2:00-da başlayır. Hal-hazırda oğlan evinin xonçaları gəlir. Daha geniş etrafı size göstereyim. Allah mübarək eləsin. Daha biz Bakıdan qonaq gəlmişik və bu ləzgi toylarını cəmaata göstərmək istəyirik ki, səyyah adından. Bu adət-ənənələrlə, sizin yeməklərlə, sizin musiqalar, sizin toylar nə cür olur? Bu qısa bir məlumat. Kim danışmaq istəyir? Danışma deyəndə xoş gəlmisiniz. Sağ ol, çox sağ ol. Həmişə toylarda, həmişə böyle Çox sağ ol. olasınız. İndi məclisi də indi idarə edirik indi. İndi baxaq özünüz görək nə cür olur, yoxsa siz izah edirsiniz? Yox, indi özünüz görsəz lap yaxşı olar indi. İndi biz uzaq yoldan gəlmişik. Bizə başqa yemək verəcəklər burada, yoxsa? Əlbəttə verəcəklər, niyə verməyəcəklər? Yəni bu cəmaatı qonaqpərvər. Bəli, ona söz o, ona söz. İndi ət verəcəklər, yoxsa Şaşırıq da olacaq, deməli boş, hər şey olacaq, hər şey. hər şey olacaq? Hər şey olacaq, bəli, bəli. Amma yedi var, apardı yoxdur. Apardı. Allah mübarək eləsin. Çox Siz toy sahibi nəyisiniz? Mən onların yeznəsiyəm. Yeznəsi. Bəli, bəli. Hörmətli adamsan burada. O da sənin sözün keçər burada. Keçər deyəndə mən də burada iştirak edirəm. Allah mübarək eləsin. Dəyərli ki, səyyah izləyənlər, indi ocaq başına gedirik. Çox yaxşı, xoş gəlmisiniz. Həmişə toylarda olasınız. Allah köməyiniz olsun. Həmişə bu Əmin amanlıq olsun. İnşallah, amin. Tək həmişə toy olsun. Hil kəndinə həmişə şadlıqlara gələk, xeyir işlər üçün gələk inşallah. İndi ocaq başına gedib sizə yeməkləri göstərməyə çalışacağıq. Salam aleyküm. Bir yorulmayasınız. Biz icazə var da bura baxmağa. Bizim başımız qarşılıqlı toy tədəbir. Ne yeməklərdir ay bibi bunlar? Aha. Bəh. Orada 2 dəfə dolma görürəm. Həm yarpaq dolması, həm kələm dolması. Şimdi geç gelmişsin biz niye? Siz onu qarşılıq verirsiniz elə. Yok olacak aydıp gelen. Yenə olacaq. Ay maşallah. Aşçıma. Yorulmayasınız ay bibi. Sağ ol, çok sağ ol. Toylara. Sağ ol bibi. Haralardan gelmişsiniz. Bakıdan gəlmişik, qonaq gəlmişik. Hoş gelmişsiniz. Bibi deyəsi gec gəlmişik, sizə yemək qalmayıb, az qaydasınız. Her şey bol bulluktur. Her şeyimiz var. Çatırıq. Qusarın Hil kendine hoş gelmişsiniz. Çox sağ olun. Həmişə toylara Çox sağ gələsiniz. olun, çox sağ olun minnət. Həmişə çatdırılara Ben gəl. de bunlara kulluk eləyirəm. Ne var ondan verirəm. Şükür olsun. Siz toy sahibi nəyəsiz? Heç nəyi bir kənd sakiniyəm. Qonşusunuz. Hə. Hə, lap yaxşı. Allah ürəyinizə görə versin. Çok sağ olun. Həmişə Allah xoş günlər razı istəyəsiniz olsun. inşallah. İnşallah həmişə toy olsun. Bu aş yaman qəşəng görsənir. Mən dayana bilmədim. Yol gəlmişəm, mən bir də. Çekeyim. Mən payımı ora göndərərsən. Bundan yersən. Götür. Dəyərli çiçəyə izləyənlər, Qusar rayonunda Hil kəndində. Bax, bunların, nədir bunun adı yeməyi? Ətli aş. Ətli aşdır. Evin gəlinin anası var. Hə. Hanım, o xahiş edir ki, xonçaları da çəkir. Hə, baş. Gözlüyürlər, daşımız var. Dəyərli çiçəyə izləyənlər, xonçaları çəkib yemək oturur. Həmişə dəyərli çiçəyə izləyənlər,
Gəlinimizin nənəsi ilə xalası yanımızdadır. İndi olay xeyir duaları verməsinlər həm bizə, həm gəlinə. Bizə ona görə xeyir dua verirlər ki, layihə uğurlu olsun, layihə gözəl olsun. Həm xoş gəldin edirlər, həm də belə öz nəvələrinə göz aydınlığı verirlər. Nənə, adınız necə oldu? Adımız Solmaz. Solmaz. Neçə yaşınız var? 68. Allah ömrünüzü eləsin. Nəvin haqqında nə deyə bilərsən? Nə xoş sözlərin var? Benim her hoşum sözlerim var. Benim nevimdi küçürüm. Allah saklasın. Hemşe bu hayatta toylar olsun. O biri tarafta sağ salamet olsun. Hoşbext olsun uşaklarda. Hemşe toy bayram olsun ya Allah. Ve sizin canı da sağ olsun bizi çeken bizi. Sizin öz toyunuzla bu toyun nə fərqi var? Adətlərdə dəyişiklik yoxdur ki. Değişikler yok. Baxırsınız öz toyunuz yadınıza düşür. Bir anlar keçmişə qayıdırsınız. Şimdi mən də belə nəyi gözləyirdim. Kişi sağlı yoxsa ölür? Yok kişi öldü. Niye öldürdün bəs? Öldü da. Əsəbləşdirmiyordunuz onu. Cebelemişim. Allah size ömür versin. Alam siz nəyəsiz gəlinə? Gelin halası. Halası. Siz nə deyə bilərsiniz? Ben diyelim ki hoşbext dilesin, yarı yıllardan olsun. Amin. İnşallah gelen bu ilde nevemizle bir yerde gelsin. Bax biz başdan gəlmişik. Burada bir adı sizin adətləriniz nədir? Toyla formada başlayır. Saata baxıram burada toylar tez başlayır. Saat neçə kimi davam edir? Saat 8'den gece saat 12'ye kadar toydu. Hiç oyna. Ye, iç git oyna. Bəs nə ilə vaxt gələcək? Ve akşam kınaya gelecek. Hə, xına da bu günlər olur. Ha, bugün akşam. Bu gün axşam xına olar. Sonra akşam toy da olacak. Akşam toyda mı başlar? Başka. Siz nə deyə bilərsiniz ana? Nene diyor, o da nene. Bu da nene. Ha, nene. Oğul nene. Oğul nene. Evin nene. Bu evin sahibi neden? Allah size kutlu olsun. Sağ olun. Hoş gelmişsiniz. Sağ olun ana. Hemişe toylara Çok gelirsiniz. sağ olun. Bu benim evimde, bu benim eşiğimde. Ham nevelerinin hoşbaht olsun. Amin. Amin inşallah. Amin. Giden kıza da ben dua ederim hemişe. Evvel Allah'tır, sonra da sahibin, sonra da ailemiz. Hamısıyla hoşbaht olsun. Amin inşallah. Şirin dilli olsun. Oğullu kızlı olsunlar. Amin ya. O tarafa gelin yararlı olsun. Bize de bey. Amin. Alkışlayın nene. Nene ürək sözlerin dedi biraz kövrəli. Aynen Allah size ömür versin. Biz toyda sonra yine qonaq gələk bura. İnşallah. Sağ olun. Allah kömək olsun. Kapını açıldı baba. Sizin evladlarınız, sizin hayatınız var evladınız, aileniz. Ailem var, evliyim ben. İnşallah sağ olun. Sağ olun, çok sağ olun. Allah yarayanlardan olsun. Çok sağ olun. Hamısı baylara görsün. Bütün subaylara kısmet olsun. Selamet olsun. Amin. Bizim arzumuz hele odur canım. Bəli. Artık şey istemirik. Çok güzel sözler dediniz. Bu söz neydi? Söz değer. Amin ya Rabbi. Amin ya Rabbi. Dünya sağ salamat. Hamısının evlatları hoşbəxt olsunlar. Hamısına ağıl şeyləyirəm, arzu eləyirəm. Amin inşallah. Sabır arzu eləyirəm. Sizin sözleriniz Bereket arzu çok eləyirəm. güzeldi anam. Sizin sözleriniz, bak siz özünüz ümumiyyətlə bu yaşlı nəsil var ha. Bu yer kürəsinin bərəkətidir. Bacımdır, Ben mənim elə bacımdır. düşünürəm ki, hə, bu yaşlı nəsil yer kürənin bərəkətidir. Amin canım. Sağ ol, sağ ol. Həməşə bu elə, bu obiya şadlıqlara gərək. Bu sağ rayonlar, her kəndinə. Amin. Qulaqlara da xoşbəxtlik arzu eləyirəm, yaxşı yol arzu eləyirəm. Çox sağ olun. Davay. Davay, hazırdır. Deməli, musiqiçilər hələ çörək yeyirlər. Biz nəni ilə özümüz çalıb, özümüz oxuyuruq. Nənə, başda, mən oxuya bilmirəm. Amma gərək sən oxuyasan, mən oynayım. İşığı da sön. Nə bilirsən o işi elə. Nenem, 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 nenem.
Səhərdən gələn ayaz, yar gəlir əlində saz, telinə qurban ay Allah, gözəlimdir ayaz, nənəm, 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 mənim gözəl nənəm, ay mənim göçək nənəm, ay mənim göçək nənəm. Nə istəyirsən? Xoşbəxt olmağınızı arzu edirəm. Amin inşallah. Allah gelen bu ilde, bu vaxtda, bu ayda nəvələrimin amin inşallah. Amin. Amin inşallah. Elə onlar da gəlib çəkərik. İnşallah her günde gelip çeksin. Her günde gelip bu benim nevem dedi. Balacı bacı. O gəllədə bir iki sual verir. Adınız necə oldu xanım? Zalina. Zalina. Bəylə harada tanış olmuşsunuz? Toyda. Qohum toyunda. Siz gördünüz, bəyəndiniz, yoxsa o gördü, bəyəndi? Bir ki, o dedi ki, mən sizdən xoşum gəlir. Bəs siz nə? Utanmını burada utanmalılar. Nə utanmasın? Burada nə varsa? Harada gəldi, yaxınlaşdınız ki, mən sizdən xoşum gəlir? Ortadadır, məhəllədədir. O toy. Hə. Hele o günü şeydi yadımdadır. İndi o qismətdir, yoxsa təsadüf? Vallahi tesadüftür. Təsadüf. Əlbəttə qismətdir. Elə bizə dəfinə də verib getdi. Yox, yox. Çox gəlib gediblər. Süründürmüsünüz? Bir ildir. Bir ildir gəlib gedirlər. Zalina xanım deyir ki, yoxu yox. O yox demədim, biz yox deyirdik. O yox demədi. Zalina xanım sevirsiniz? Allah sizi xoşbəxt eləsin. Amin, ya Rabbi. Buradakı bütün subaylar üçün olsun inşallah. Amin, amin. Sağ əlbi sizə adət yapar yoxsa yoxdur. Sağ əlbi çəkərsən də başlarına. Yenə Hil kəndirə gələr, toyları çəkər. Allah xoşbəxt eləsin. Amin. Deməli, əziz iki səyyah izləyiciləri, Qusar rayonunda Hil kəndində təsadüfən gəldik ki, çəkiliş zamanı bizə məlum oldu ki, burada toy var. Allah bütün Azərbaycan xalqına toy qismət eləsin, şad günlər qismət eləsin. Bugün Qusarda Hil kəndində olan çəkilişimiz bir toya təsadüf elədi. Bizdə dedilər ki, bəs buradan yemək yeməmiş, təamların dadına baxmamış, sizi buraxmarıq, bizi əyləşdiriblər. İndi bizim üçün isti yeməklərdən gətirəcəklər, nuşaya gələcək, daha sonra çəkilişimiz davam edəcək. Burada aksakallarla oynayıp dediğim ki Qusar rayonunun merkezinde sizin şaşır bir yemeği var. Dediğim bunu siz gösterin. Sana böyle çıkıyorum mu yasız? Yapışırız kutla. Orada ciğer de var. Nerede? Ben bunları bilmedim. Ciğer ne ciğer? O ciğerdi. Bu da kuyruk. Onlar da kartof olar. Orada kartof. Az olan şimdi geldi. Be. Sağdan oradaydı. Ha? Bak şu sağdan oradaydı. Assalamu alaikum. Hansı kanal? Hoş gelmişsiniz. Hem İki seyyah. hem toylarda, yiyip içmelerde, sizin balalarınızda inşallah bu toylarda kısmet olsun inşallah. Çok sağ olun. Başta sizin toyunuzda inşallah iştirak edeyim. Allah sizi var etsin. Bir qulluq tapşırığı yemişsiniz, Sağ olun. içmişsiniz. Bəli, hər şey yaxşıdır. Allah köməyiniz olsun. Neçə il bu işlə məşğulsunuz? Yo, mən
müvəqqəti yəni bunlar. Siz qonşusuz köməyə Yox, gəlmisiniz. mən dayısıyam qızın. Yəni uşaqlara, saqqallara kömək edirəm. Bax o yəni kebabçılar onlardır. Allah Mən xoşbəxt sadəcə eləsin. onlara bir köməkçi. Həmən Şəkil kəndinə inşallah xeyir işlərə gələr. İnşallah xoş gəlmisiniz yenə. Yenə də Allah sizi var eləsin. Belə deyək, həmişə toylarda, xeyir işlərdə inşallah. Allah ölən şəhidlərə rəhmət eləsin. Amin. Amin. Bilin ki, bu anın gündə hamıya yəni özünü yəni sağladığımıza görə hamı minnətdaram. Yəni biz bu gün nəzərdə tutmuşduq, o gündən əlaqədar bugünü keçirdik. Yaxşı. Allah sizi var eləsin. Allah dövlətimizi qorusun, cəmiyyətimizi qorusun. Amin inşallah. Sülh olsun, həmişə toy olsun, şənlik olsun, Allah xoşbəxt eləsin. Amin inşallah. Sizin yollarınızda. Sizin subaylarsınız olsun, gələk işıqlandıraq. Amin inşallah, inşallah, Sizin inşallah. toya çox maraqlı keçir. Əlbəttə ki, indi toy axşam yaxşı sohbət keçir. 5 dəqiqə biz oynayacağıq, gəlib oynayasınız biz. İnşallah bir şabaş verəcək, biz indi hal-hazırda. Şabaş nəyə deyirsiniz? Şabaş indi orada pul, yəni. Siz pul verirsiniz. Önəminizdir, O bəli. pul kimə qalır? O pul yəni ev yeşini, yəni muzikantı dollarla çağırılıbsa, yəni ev yeşini qalır, yoxsa şabaşla çağırılıbsa müğənnilərə qalır. Elə bir adətiniz var. Yəni biz adətlərimiz çoxdur, yəni millətlərimiz çoxdur. Sırf ləzgilərin. Bəli, bəli. Yəni onlar indi adətən sabah gəlin aparan gün yəni baş verəcək. Bugün axşamda yəni müəyyən bizə aid adətlər bir fikir. Eşitdiyimə qarşı toy və toy axşamı olur. Bəli, bəli, bəli. Gecə toy edirlər. Olur həmişə. Hamıdakı yer axşamı olur. Toy axşamı olur. Yəni bugün toy axşamıdır, yəni. Bugün kız toyudur. Sabah bey toyudur, sabah gelin aparlar. Sabah bir kipsi toyudur. Yenə də toy olur. Gelin de toyudur. Allah xoşbəxt. 2-3 gün, 4 gün toydan əvvəl, toydan sonra bizdə yeyib içməkdir. Aslanlardan olan kimi 40 gün, 40 gecə. Allah sizi balanızdan da görəsiniz. Sağ olun, sağ olun. Allah Çok güzel. sizə yolunu məxsus. Sağ ol, sağ ol. Güzel dağ havası, meşe kölgesi, bağ gülistan. İşçi səyyah izləyicilərin gəlib çıxmışıq Qusar Türk Paxlavası adlanan şirniyyat mağazasına. Hansı ki, Zübada xanım bizi qarşıladı və bu gördüyünüz belə konsalar, əl işləri var, çox qəşəngdir. Şad günlərdə, xeyir işlərdə sifariş verə bilərsiniz. Bizə maraqlıdır ki, bunların adlarını bizə deyərsiniz. Paxlavalar barəsində Zübada xanım bizə qısaca məlumat verəcək. Bu paxlavanın tərkibi, Bu adı. paxlavanın tərkibi kokosla hazırlanır, özü də bülbül yuvası adlanır, üstü bükmək. Bülbül yuvası. Bülbül yuvası, şirniyyatın adı bülbül Onların yuvası. ayrı-ayrı çeşidləri var. Həm xurma, kişmişlə olanı, qozla olanı, bir də damla şokoladı ilə olanı. Necədir? Onun dadı necədir? Dadlı olur? Dadı çox gözəl, möhtəşəm. İstəyirsiniz dadına da baxa bilərsiniz. Bəs bunlar Bunlar özümüz hazırlayırıq. Yəni bizim bağlı bizim qusarımızın. bal və çərəzlərdən istifadə edirsiniz də? Hə, həm çərəzi olanı da var, çərəzi. Sadəsində. Bu nə balıdır? O Gökəli, akasiyadır, nədir? akasiya balıdır. Yəni yaz balı adlanır. Sırf akasiya balı yoxsa qarışıq? Yox, sırf akasiya balı. Bu nədir? O lokumdur, Türk lokumu. Onun içində antep fıstığı var, o çox dadlı bir şeydir. Antep fıstığı mı? Bunlar da bizim Türk paxlavalarımızdır. Orafayalı paxlavası adlanır. Bu. Yəni, orafayalı paxlavası. Bu bildiğimiz O bizim milli paxlavamız. milli paxlavamız. Burada bir şey var, o mənim üçün çox maraqlı oldu, bu qırmızı. Quba paxlavası məşhur Quba paxlavası. Quba paxlavasıdır. Bunun görünüşü də bir başqadır. Bundan bir damcı verə bilərsiniz, mən dadına baxım. Yox. Bunun bu kənarındakı şərbət deyərik. Dadına baxmaq daha olmuş Yaxşı yerlərdə özün versən də qabağa. Yəni səmimi deyirəm də, yaxşı oldu deyirəm, yaxşı. Yeməyə gəldi özü. Qozu da olur, içində tərkibində qoz olmayan da olur. Amma bu sırf qozlandır. Möhtəşəm şey. Əlbəttə necədir dadı? Möhtəşəm.
Bizim toylarımızda onu ən çox istifadə edirlər. Tanışlar hazırlayır. Sırf Quba baxlavasının öz yeri var. Yəni şad bizlərimizdə. Evet, çox yemeği təzyiqiniz qalxır. Qusar rayonunda paklavası sünnət yerinə gəlib, bunu qada bilərsiniz. Paklavasının yaxınlığında. Möhtəşəm. Sən deyə bilərsən ki, 2 səyyah qusarda. Hə, denən ki, 2 səyyah qusarda. Sən gələn. Burada nüfər məsləhətlər məxsus olan çıxan yeməyin müvafiq biləcəklər, hadır xanım. Deməli, əziz izləyicilər, burada restoranın öz gözəlliyi, təbiətin, havanın gözəlliyidir. Restoranın həyətində də xüsusi plastik dekorlardan istifadə edirlər. Burada bal, burada da milli geyimlərdə hamınla sallanır. Ləzgilərə məxsusdur. Burada isə görüşə hərəkətlər. Burada gələn qonaqları gördüyünü gördük. Orada isə daha elə qədimi simavarlardan istifadə edirlər, hansı ki qonaqlar üçün çayların dəmlənməsində hazırlanmışdır. İndi keçərik siz İspan yeməyinin dadına baxın. Ay Kürdəmir, bir cənnətdir, bir cənnətdir Kürdəmir. Cəbrayıl Füzuli tərəf. Burada isə əziz izləyicilər belə bir gələn qonaqların izlənməsi üçün baxın, dağların əhatəsində, bunun dağların əhatəsində yerləşən bir restoran. Güzel bir mənzərə var burada. Gələ bilərsiniz, davet edə bilərsiniz. Ali bəy, necədir? Değerli iki səyyah izleyenler, Xıdır Restoran İstirahət Mərkəzindəyik. Vəfalı bəy çölü təqdim edənlər burada ruhumu dincətdirdik 15 dəqiqə. Həqiqətən möhtəşəm görüntü. Azərbaycan cənnət. Qusar Azərbaycan cənnət güşələrindən biridir. Hal-hazırda hava sərin olmağına baxmayaraq, mən yayda təsəvvür edə bilmirəm ki, burada nə gözəlliyində mənzərə və təbiət, sərinlik, her şey üst-üste düşürlər burada. Burada oturub çörək yemək, mənzərəni seyr etmək möhtəşəm bir şeydir. Qusara gəlib, bura gəlməmək böyük bir səhvlər gəlir. Xıdır restoran, Xıdır ailəvi restoranına. Buradan başdan qonaqlarımız var, rəqabətlə. Beyaz sənət oldu. Sağ olun, çox sağ olun. Fərib bəy də başdan qonağı gəlib. Fərib bəy, təsərrüfatlarınız nə olar bura haqqında? Təsərrüfatlarım o ki, Sami Gözəl Xıdır restoranında mənzərələr. Hoş gəlmişsiniz. Çox sağ olun. Hoş gələ başdan gəlmişsiniz. Həmişə istirahətlər olar. Sizlər də həmsiniz. Bir sözlə möhtəşəmdir. Bəli. Həqiqətən də möhtəşəm. Görmə xatır, başa düzdürmüsən ürəyimizə, gözəl ürəyimizə, gözəl vəfalı qaldır. Değerli səyyah izləyənlər, deməli Qusar rayonunun biz Xıdır Ailəvi İstirahət Mərkəzinə gəldik. Belə bir yemək var. Yeməyin adı nədir orada? Çıkan. Çıkan adında bir yemək var ki, demək olar ki, Azərbaycan bölgələrinin çoxsunda o yeməyi tanımırlar. Şəxsən özüm də bilmirdim. Burada gəldim, eşitdim. Nə formada yeməkdir. Çox dadlı görsənir hal-hazırda. Bir də qardaşdan məlumat alırıq ki, bunun tərkibində nə var? Bu izləyicilər bilsinlər ki, bu çıkan nə yeməyidir? Çıkan da ilk mətbəqinə aid olan bir yeməkdir. Qusarın milli yeməklərindən biri sayılır. Tərkibində göründüyü kimi çəkilmiş təzə ət, kartoşka, az miqdarda soğan, duz, ispiyot, kəklik var. Xəmirin içində. İndi biz onu yeyə-yeyə də dadını sizə izah edəcəyik. Bir də belə bir şey var qardaş. Bu dedik ki, ancaq bu sarda olur da, bu sarlarında. Bu it burnunla hazırlamış. Nədir bu qardaş? Bu çoxdur da yəni. Bu Qusar zavoduna aid olan bir şirədir. Təbii bir şey, təbii it burnu şirəsi. Tərkibində yəni başqa bir qatqılar yoxdur. Yəni tam təbiidir. Yəni bildiyiniz o təbiətdən birbaşa sıxılmış bir şey. dadına baxın. Yəni özünüz də baxın, qazlı bağlı şirət. Bunun yemişan olanı da olan, o da Qusarın özünün məhsuldur. Ancaq Qusarda olur. Bəli, Qusar zavodunda.
Burada göyler ona aşık, göyler onu öper öper. Min geçedir, min Değerli izləyicilər, bilirəm bəziləriniz atsız, amma bu möhtəşəm tadın dadına baxın, mən sizə deməliyəm ki. Sünkar. Bu mənzərədə bu yemək adı yanında qaldı məni. Çıqan. Yeməyin adı çıxan həqiqətən də yerdiyi kimi var imiş, hətta daha da Əziz iki səyyah izləyiciləri, deməli Qusar rayonunda Xıdır ailəvi istirahət mərkəzində, restoranındayıq. Deməli, baxın gördüyünüz kimi restoranın həyətində belə bir güşə yaradıblar, hansı ki milli əşyalardır, belə milli geyimdə olan xanımlar bəyin rəqsi, hansı ki Ləzgi millətinə məxsus olan rəqsi nümayiş etdirirlər və burada milli geyimdə olan nənə və babanı dekor şəkildə göstərirlər. Çox maraqlıdır. Gələn qonaqların diqqətini cəlb edir, şəkil çəkdirirlər. Burada isə güllərdən ibarət güşə yaradıblar. Təbii də, yəni hər şey təbiidir burada. Xoş təsir bağışlayır insana. Gələn qonaqlar burada istirahət edirlər və burada mis simavarların görürsünüz burada qəşəng. Filan da operatorumuzdan xahiş edirəm. Görürsünüz mis simavarlardan. Burada çaylar dəmləmək üçün. Bu isə restoranın çıxışıdır. Xıdır restoranı. Qusara gəlsəniz, yolunuz düşsə, mütləq gəlin. Gözəl bir yerdir, gözəl bir məkandır. Gəlib rahatlıqla istirahət edə bilərsiniz. Değerli izləyənlər və Qusar rayonunun kəndindəydik hal-hazırda. Ləzgilərə xas olan pul çörəyin hazırlama qaydası sizə göstərilir. Çox möhtəşəm göstərir də balıq. Yəni onu bişmə sistemində göstərəsiniz, bunu göstərəsiniz. Mən də şəhərə alıb baxaraqdan bunlar. Çox gözəl. Görsən həqiqətən də qoxusu var, dəhşət. Hazırlan da göstərəsən mənə. Bişmə qaydasını görsünlər. Çörək də pul çörəyi. Ləzgilərə xas olan. Yəni xərək çörəyi deyil bu. İran, xərək çörəyi. Qiyməti də 1 manatdır. Xaram sənsiz Qusar şəhərim, darı xaram sənsiz Qusar şəhərim. Şahdağ suyu xəstəyəcən dərmanı, yaşıl meşələr bürüyüb hər yanı. Gözəlliyin heyran edir insanı, gözəlliyin. Əziz iki səyyah izləyiciləri, bununla da Qusara olan səfərimiz burada yekunlaşır. Mən Əfalı və həmkarım Əli bəy sizinlə sağollaşırıq. İnşallah görüşmək üzrə. Özünüzə yaxşı baxın. Sağ olun. Har idi? Qusarda. Sağ olun.